Salam hörmətli izləyicilər, bir daha xoş gördük. Deməli biz test bankımızın nümunəsi əsasında növbəti sınağını təqdim etməyə çalışacağıq. Məqsədimiz MİQ və sertifikasiya hazırlaşan həmkarlara və eyni zamanda abituriyentlərə dəstək verməkdir. Siz də kanalımıza abunə olmağı, bəyənib paylaşmağı unutmayın. Deməli keçək sualımızın, sınağımızın birinci sual izahına. Deməli birinci sual belədir. 1. Ərzaq böhranının baş verməsi, 2. Taxıl ehtiyatlarının tükənməsi, 3. Kəndli çıxışların və qaçaq hərəkatının genişlənməsi, şəhərdən kəndə miqrasiyanın genişlənməsi. Verilənlərdən hissəsi hərbi kommunizm siyasəti nəticəsidir. Deməli burada 1, 2, 3 nəticəsidir. Şəhərdən kəndə miqrasiyanın genişlənməsi bu sənayeləşmənin nəticəsidir. Pasportlaşma ilə 32-ci ildə bunun qarşısı alındı. Deməli doğru cavab 1, 2, 3 E bəndidir. İkinci sual. Sxemdə sual işarəsinin yerinə uyğun gəlir. Rəftar vergisinin ləğv edilməsi, yisin həyata keçirilməsi. Xarici ticarətin inkişafı bu rəftarla əlaqəsi yoxdur. Daxili ticarətin canlanması, bəli. Rəftarda daxili gömrük rüsumu idi ki, ləğv oldu, canlanmaya səbəb oldu. Eyni zamanda istedə kəndliyə artıq qalan məhsulunu istədiyi vaxt və istədiyi qiymətə bazara çıxardıb satmaq imkanı verir. Bu da hər ikisi, daxili ticarətin canlanması səbəb olmuş. Cavab B bəndidir. Üçüncü sual. Milli Şuranın yaradılması, məktəblərin milliləşdirilməsi, milli ordunun yaradılması, Bakı XKS-nin, Xalq Komissarlar Sovetinin milliləşdirməsi, siyasətinin ləğv edilməsi. Verilənlərdən hansıları AXC dövründə dövlət quruculuq sahəsində ən mühüm addım idi? Milli Şuranın yaradılması AXC dövründə yaradılmayıb. Əvvəl 27 may tarixində məktəblərin milliləşdirilməsi mədəni tədbir idi. Milli ordunun yaradılması bu 3 kitabda qeyd olunur. Məhz cavab budur. BXKS-nin milliləşdirmə siyasətinin ləğv edilməsi bu iqtisad tədbiri idi. Deməli doğru cavab 3-dür. O da C bəndə öz əksini tapmışdır. Dördüncü sual. Azad bazar iqtisadiyyatına zərbə vurulması, 20-ci əsrin 20-ci illərin əvvəllərində həyata keçirilməsi, şəhər həyatının canlanması səbəb olması, müəssisələrin icarəyə verilməsi. Verilənlərdən hansılar hərbi kommunizm və sənayeləşdirmə üçün ortaq cəhətdir? Deməli, azad bazar iqtisadiyyatına zərbə vurulması hər ikisi vurub. 20-ci əsrin 20-ci ilin əvvəllərində keçirilməsi hərbi kommunizm aiddir, amma 25-in sonra 26-ın əvvəlində olduğu üçün sənayeləşmə bu ikinci il yarısı və ya sonlarına aiddir. Bunu götürə bilməliyik. Şəhər həyatının canlanmasına səbəb olması hərbi kommunizmlə heç bir əlaqəsi yoxdur. Müəssisələrin icarəyə verilməsi İsa aiddir. Cavab yalnız 1-dir ki, A bəndində öz əksini tapmışdır. 5-ci sual. AXC və Azərbaycan SSR-in 20-ci əsrin 20-ci illərin əvvəlləri üçün oxşarlıq təşkil edir. Osmanlı dövlətində hərbi yardım alması AXC-yə aiddir. Ticarət azadlığı və özəlləşdirmə siyasətinin yürüdülməsi bu olub hər ikisində. Yisin dövründə Azərbaycan SSR-də məsələ AXC-də də bu var idi. Kəndlərdən çanaq vergisi Azərbaycan SSR-ə aiddir. Qol çanaqlarının sıxışdırılması yenə də Azərbaycan SSR-ə aiddir. Milliləşdirmə siyasətinin həyata keçirilməsi yenə də Azərbaycan SSR-ə aiddir. Yəni doğru cavab B bəndidir. Deyir ki, 6-cı sualda AXC-yə aid verilmiş xəritədə işarələnmiş ərazilərin tarixinə hansılarını oxşarlıq kimi götürmək olar? Deməli, 2 Qarabağdır, bir də Lənkəran qəzası. Yəni Qarabağ və Lənkəran qəzalarından söhbət gedir. Şuşa qəzası və ya Lənkəran qəzası. Erməni separatçılığının qarşısının alınması bu 2 aiddir. Yəni bunu götürür, ortaq istəyir. Milli ordu hissələrinin separatçı qüvvələri məğlub edərək suverenliyinin bərpa edilməsi Qarabağın dağlıq hissəsində 19 avqustda Xosrov bəy Sultanov, Lənkəranda Həbib bəy Səlimovun generalın rəhbərliyi altında məhz Muğal Sovet Respublikası süquta uğradılıb və Azərbaycanın AXC-nin suverenliyi bərpa olunmuşdur. B doğrudur. General qubernatorun yaradılması yenə 2 aiddir, Qarabağa aiddir. Hərbi kadr hazırlayan məktəblərin açılması bu Gəncəyə aiddir. Bu yenə də doğru cavab B-dir. A bəndində öz əksini tapmışdır. Xronoloji ardıcıllığı müəyyən yeni Bakı-Batum neft kəmərinin çəkilməsi 20-ci əsrin 30-cu illər Azərbaycan SSR dövründədir. Çanaq vergisinin tətbiq edilməsi 21-in yazındadır. SSR-nin təşkili 22 dekabr, 30 dekabrda, sənayeləşdirmə siyasətinin elan edilməsi 25-in sonlarında. Demək, birinci gələcək 2, 3, 4, 1, yəni 23, 41, o da B bəndində öz əksini tapmışdır. Cədvəldə sual işarəsinin yerinə hansı hadisə yazılsa düzgün xronoloji ardıcıllıq alınar? Yisin tətbiq edilməsi 22-ci ilin, yəni aprelindən, kollektivləşdirmə 29-cu ildən başlayıb. Deməli, 22-dən böyük olmalı, 29-dan kiçik olmalıdır götürəcəyimiz hadisə. Ərzaq sapalağının ləğv edilməsi, ərzaq sapalağı ləğv edilib 21-də əvvəli düşmür heç birisinə. Bağırovun
Azərbaycan Kommunist Partiyasının, yəni birinci katib 29-dur, yəni eyni ilə düşür kollektivləşdirmə ilə. Sənaye sahəsində ilk 5 illik plan həyata keçirilməsi 28-dir, bu düşür. Əhalinin ittifaq siyahıya alınması 39-dur. Yeni Bakı-Batum neft kəmərinin inşa edilməsi, bu da 30-cu illərdir. Deməli, doğru cavab məhz C bəndidir. 28-də olub. 9-cu sual. ABŞ-də yeni xətt siyasəti, SSR-də sanayiləşdirmə siyasəti yuxarıda verilənlərin hər ikisinin nəticəsində ölkəyə xarici kapitalın axını gücləndi. Bilirsiniz ki, SSR xarici kapitaldan məhrum olmuşdu. Xüsusi kapitalda sənaye buraxmaq istəmirdi. Kənd təsərrüfatı inkişaf etdi. Xeyr, sənayiləşmə kənd təsərrüfatı böyük zərbə vurdu. Çünki ondan gələn gəliri sənayeyə yönəltdi. İşsizlik azaldıldı. Bəli, bu doğru cavabdır. Yəni Rooseveltin dövründə və Stalin dövründə işsizlik məhz bu iki addımla azaldılır. Məhz doğru cavab C bəndidir. 10-cu sual. Kartotekar sisteminin tətbiq edilməsi, birinci katib vəzifəsinin təsis edilməsi, kollektivləşdirmə siyasətinin elan edilməsi, rəsmən Latın əlifbasına keçirilməsi. Verilənlərdən hissəsi Azərbaycan SSR-də 1929-cu ildə baş vermişdir. Hamısı, yəni düzdür. Ola bilsin ki, 29-cu ildə Latın əlifbasına elan olunub, keçilməsi 30-un əvvəlinə düşür, amma elan olunması ilə bağlı, yəni addımlar atılması hamısı burada cavab D bəndidir. Yəni hamısı düşür. Xəritədə verilmiş şəhərlərə aid hadisələrin hansıları düzgün uyğunlaşdırılmışdır? Deməli, baxaq, 2 Tovuzdur, 1 Gəncədir, 4 Füzulidir, 5 Salyandır, 3 də Bakıdır. Deməli, sənayeləşdirmə dövründə olacaq, deməli, 4-dən 5-ə baxırıq, sement zavodların inşa edilməsi Yisin dövrüdür. İkinci sənaye şəhəri olması, bəli, Gəncə ikinci sənaye şəhəri oldu. Yəni, Çar İmperiyası dövründə Şəkidir. SSR dövründə isə yəni məhz Gəncə Azərbaycan SSR-də ikinci sənaye şəhəri olmuşdur. 2 və 3-ə baxaq, elektrik stansiyanın tikilməsi 4-dən 5 olmalı idi. 3-ə baxırıq, əhalisinə görə SSR-də 3-cü yox, 5-ci yerdə idi. Məhz doğru cavab 2-dir, yalnız D. Deyir ki, 12-ci sualda Qulçamaq və Ortabab kəndlərinin təsərrüfatlarını məcbur ləğv etmək, bütün xırda kənd təsərrüfatlarını kolxoz və sovxoza birləşdirmək. Verilənlər məqsədi idi kollektivləşdirmə siyasətinin. Məhz doğru cavab D bəndidir. 13-cü sual. Savadsızlıqla mübarizə komitəsinin yaradılması, Kiril əlifbasına keçirilməsi, əhalinin ümumİttifaq siyahıya alınması, Koroğlu operasının yaradılması. Verilənlərdən hansıları ZSFSR-in mövcud olduğu dövrdə Azərbaycan SSR-də görülən mədəni hadisədir. Deməli, Savadsızlıqla mübarizə komitəsi yaradılıb Musa Bəyovun rəhbərliyi altında 23-cü ildə. Deməli, Kiril əlifbasına keçirilməsi 40-cı ildir. Əhali İttifaq alınması deməli 39-dur. Koroğlu operasında yaradılması 37-dir. Burada cavab yəni 1 düşür. Yəni yalnız 1, yəni ZSFSR-də yəni olub 22 və 36-cı illərə mövcud olub. SSR-in ikinci konstitusiyası ilə ləğv olunmuşdur. Məhz doğru cavab Y bəndidir. 14-cü sual. Batum konfransına aiddir. Brest-Litovski sülhünə həsr edilmiş ilk konfrans olmuşdur. Xeyr, Trabzon idi. Sonunda imzalanmış müqavilə ilə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi tanınmışdı. Bəli, Osmanlı dövləti tərəfindən iyunun 4-də düzdür. Cənubi Qafqaz Seyminin yaradılması haqqında qərar qəbul edilməsi xeyr, Müəssisə Məclisi 17-ci qovulmasından sonra bu baş verəcəkdir. Konfrans yəni 18 fevralda yaradılır. Konfransın yekununda Seymin Gürcü və Erməni fraksiyası Osmanlı dövləti müharibələrinin bu Trabzonun nəticəsində idi. Cənubi Qafqazla bağlı çağırılmış ilk konfrans idi. Xeyr, Ərzincan da var, Trabzon da var. Deməli, cavab məhz doğru cavab B bəndidir. 15-ci sual. 20-ci əsrin 2-ci 10 illiyində nömrələnmiş ərazilərin tarixinə aid oxşarlıq kimi götürmək olmaz. Antanta üzv olan dövlətə qarşı mübarizənin aparılması, bəli, Xiyabanın rəhbərliyi altında Qacarlarda, Osmanlıdakı təbii ki aparılırdı. AXC-nin müstəqilliyinin tanınması, bəli, hər ikisi biri 20-də tanıyıb, yəni martında de jure, bir də yəni Batum konfransından nəticəsində Batum müqaviləsi 18-in iyunun 4-də İngilislərin iştirakı ilə alçaldıcı müqavilənin imzalanması, bəli, birdə, yəni Sevr müqaviləsi Osmanlı ilə 20-ci ildə 1919 avqustunda da Qacarlar dövləti ilə imzalanmışdır. Deyə baxırıq, hakimiyyətdə olan sülalələrin hakimiyyətdən salınması, yəni Osmanlı 22-də salınıb, Qacarlar da 25-dir, bu düşmür. Ərazilərindən Rus qoşunlarının çıxarılması, deməli, bilirsiniz ki,
Ərzincan müqaviləsinə görə cəbhə xəttində Rus qoşunları çəkilirdi. Cəbhə xətti Osmanlı ərazilərinin içərisində idi. Yəni ərazilərindən bəli, yəni birisi yəni 77-78-ci ildə Qars, Batım, Ərdahan Osmanlı ərazisi olaraq Rusiya tərəfindən işğal olunmuşdu. Ərzincan müqaviləsi ilə həmin yəni ordu oradan çəkilirdi. 17 fevral inqilabından sonra 18-in əvvəlində də məhz Qacar dövlətinin ərazisindən Rus qoşunları çıxarıldı və ya çəkildi. Məhz doğru cavab D bəndidir. 16. Tez-tez baş verən əlifba dəyişikliyi nəticəsində xalqın gənc nəslin mədəni inkişafına, milli və mənəvi köklərinə bağlılıq, ruhunda tərbiyəsi mənfi təsir göstərirdi, düzdür. Nəsil-arası varis əlaqəsi qırılırdı, bəli. Əhali arasında savadsızlıq artırdı, xeyr. Ali və orta təhsil uzaqları əhəmiyyəti azalırdı, xeyr. Cavab 1-2-dir, A bəndi. Deməli, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının yaradılmasından sonra Sovet Rusiyası Azərbaycanda gördüyü tədbirlər, Rusiyasının Azərbaycanda gördüyü tədbirlər, siyasi tədbirlər, iqtisadi tədbirlər, xarici ölkələrdəki diplomatik nümayəndələrin ləğv edilməsi, bəli, bu siyasi tədbir olaraq ləğv olunub. Təşkil partiya sisteminin imtahi xeyriyyəsində yaradılıb, möhkəmləndirilib. Ölkəyə müstəqil xarici siyasət yürütmək hüququnun verilməsi xeyir alınırdı. Deməli, 1-ə A gedəcək. 2-yə baxırıq. AXC-nin milliləşdirmə ilə bağlı verdiyi qərarların ləğv edilməsi, xeyr, AXC özəlləşdirmişdi, özü milliləşdirməni ləğv etmişdi 18 oktyabrda. Ölkənin xarici ticarət əlaqələrindən məhrum edilməsi, düzdür. Neft satışından gələn gəlirin Moskvanın ələ keçməsi, məhz B-ci, doğru cavab C bəndidir. 18. Yeni Suraxanı, Razil indiki Bakıxanov, Artyom indiki Pirallahı, Çəmbərəkan verilənlərdən neçəsi 20-ci əsrin 30-40-cı illərində Bakıda salınmış fəhlə qəsəbələri idi. Deməli, 3-ü, deməli, Çəmbərəkan 19-20-ci əsrin əvvəllərində çarizm dövründədir. Ona görə də məhz doğru cavab 3 olacaq. 19-cu suala baxırıq. Şimali Azərbaycanın 19-cu əsrin 30-cu illər tarixi ilə 20-ci yüzilin 20-30-cu illər tarixinin oxşarlığı milliləşdirmə siyasəti 19-da olmayıb və yaxud da bu yəni rəsmən həyata keçirilməyib. Rusların köçürülməsi bəli, bu olub 1830-20 oktyabrda. Bir də sənaye şəhərlərində ixtisas fəhlələrinin çatışmaması, çünki pasport daşıma nəticəsində məhdudiyyət qoydular kəndlərin işçi qüvvəsi kimi şəhərə getməsinə. Məhz işçi qüvvət çatışmaması bəhanəsi ruslar gətirib növbəti dəfə məskunlaşdırılacaq. Məhz B bəndidir. 20-ci sual. Müvəqqəti İnqilab Komitəsi, Mərkəzi İcraiyyə Komitəsi, Ali Sovet. 20-ci əsrin 20-ci illərində yaradılması Ali Sovet 37-dir, götürə bilmərik. İcraçı səlahiyyətə malik olmalı, xeyr, qanunvericidir 3-də. Bütün vətəndaşlar tərəfindən seçilməsi Ali Sovetə aiddir. SSR dövründə fəaliyyət göstərmələri bu mərkəzi icraiyyə müvəqqəti aiddir. Çünki onlar 20-21-də yaranıb, Ali Sovet 37-dir, yalnız Ali Sovet düşür. Verilənlərdən hansıları klassiya tamamlayır? Heç biri. Bəli, cavab məhz B bəndidir. 21-ci sual. Xronoloji ardıcıllığı müəyyən edin. Kiril əlifbası keçirilməsi 40 yanvarın 1-də, kollektivləşdirilməli xəttinin elan edilməsi 29, pasport sistemi tətbiq edilməsi 32, çanaq bilgisinin tətbiqi 21. Deməli olacaq 42, 31. 42, 31, o da cavab Y bəndidir. Ərazi muxtariyyət tələb etməsi yaratdığı partiyanın əsas təşkilatlarından biri də Bakıda fəaliyyət göstərməsi, inqilaba rəhbərlik etməsi, demokratik hərəkatın nümayəndələrindən olması. Deyir ki, verilənlərdən hissəsi Xiyabani və Ələkbər bəy Rəfibəyovdan fərqləndirir. Biri fərqləndirir, çünki ərazi muxtariyyəti hər iki tərəfi, biri Şimali Azərbaycana Qeyrət Partiyası timsalında, biri Cənubi Azərbaycana. Yaratdığı partiya əsas təşkilatlarından biri də Bakıda fəaliyyət göstərdi, yəni Qeyrətdə Bakı və Qarabağda Gəncədə yanaşı fəaliyyət göstərirdi. Bunda isə bütün İran ərazisində olduğu kimi həm də Bakıda fəaliyyət göstərirdi. Bakıdakı təşkilatı, yəni ADF-nin Bakıdakı təşkilatı Azərbaycan qəzetdən yəni nəşr etdirirdi. İnqilaba rəhbərliyi Xiyabaniyə aiddir. Demokratik hərəkat nümayəndələrin olması hər ikisinə aiddir. Biri Şimali Azərbaycan Demokratik hərəkatın ziyalılarından idi, biri isə Cənubi Azərbaycanın. Ona görə də məhz biri fərqləndirir. Cavab B bəndidir. 23-cü sual. Uyğun bəndlər müəyyən edin. Azərbaycan Respublikası dövründə iqtisadi tədbir, milliləşdirmənin keçirilməsi birincidə olmayıb. Dövlət bayrağı haqqında qərarın qəbul edilməsi B. Milli pul nişanlarının buraxılması
İqtisadi isə deməli burada cavab C-ni götürəcək. Deməli 1-ə olacaq C. 2-yə baxırıq. Ticarət azadlığının qadağan edilməsi edilib, bəli. Azərbaycan SSR-nin formal müstəqilliyə son qoyulması bu siyasidir. Azad ticarətə icazə verilməsi həm də verilib də. Yəni belə deyək də, hərbi kommunizmdən qadağan edilib və ya məhdudlaşdırılıb. İyisindən icazə verilib. 1-ə deməli C, 2-yə A, C. Cavab B bəndidir. Yerli diviziyaların yaradılması, Almanların Bakı neftini ələ keçirmək istəməsi, əhalinin deportasiya olunması, Azərbaycanın Fransa hərbi ordeni ilə təltif olunması, əhalinin bütünlüklə tabe olduğu imperiyanın qələbəsinə çalışması. Verilənlərdən hansıları Şimali Azərbaycanın 1-ci və 2-ci Dünya müharibəsi dövrünə uyğun gəlir? Neçəsi deyir? Yəni hansılar daha doğrusu? Yerli diviziyalar bəli, birində Tatar Suvaralı, ikincidə isə bir xeylək, yəni 402, 416, 223, 270, 77 ilə bərpa olundu. Deməli, bu uyğun gəlir. Almanların Bakı neftini, bəli, bu da var idi. Əhalinin deportasiyası ikinci aiddir, yəni tamamlamır. Azərbaycanın Fransa hərbi ordeni ilə, bəli, birincidə Əli Ağa Şıxlinski, Səməd və Mehmandarov, ikincidə isə Daniel Abdullayev və Əhmədi Cəvraylı 1, 2, 4. Əhalinin bütünlüklə tabe olduğu imperiyanın xeyr, çünki Osmanlıya qarşı 1-ci Dünya müharibəsində vuruşduğu üçün əhali istəmirdi. Yəni çünki Osmanlıya yeganə ümidi kimi baxırdılar, yəni müsəlman türk xalqları. Ona görə doğru cavab 1, 2 və 4-dür. 1, 2, 4 cavab B bəndidir. Deməli deyir ki, xronoloji cədvəldə, yəni burada sual cəhətdən cədvəldə sual işarəsinin yerinə uyğun gələn hadisə. AXC-nin Gəncə dövrünün başlanması 16 iyun, ərazi sapalağının ləğv edilməsi 21 may tarixində olub. DQM-nin yaradılması 23-7 iyul. Kollektivləşdirmə siyasəti həyata keçirilməsi 29-dur. Yeni Türk əlifbası komissiyasının yaradılması 22-də bu düşür. Səməd Ağa Ağamalıoğlu'nun rəhbərliyi altında. Pasport sistemi 32-dir. Bakıda Artyom adlı fəaliyyət bu 20-30-cu illərdə aiddir. Yəni 20-nin sonra 30-un əvvəlləri. Sanaşdırma xəttinin alınması bu da 25-in sonlarıdır. Cavab məhz B bəndidir. 26. Azad ticarətin yaranmasına səbəb oldu. Kəndlərə məxsus bütün torpaq müsadirəsi ilə nəticələndi. Kolxoz və sovxozların yaranmasına səbəb oldu. Ərzaq vergisinin ərzaq sapalağı ilə əvəz olunmasına gətirib çıxartdı. Yüngül və yeni sənayesində özəl müəssisələrin yaradılmasına şərait yaratdı. Verilənlərdən hansıları hərbi kommunizm siyasətindən yeni iqtisadi siyasətini fərqləndirir? Yəni isi fərqləndirir hərbi kommunizmdən. Deməli, azad ticarətin yaranması bəli 1, kəndlərin yox aiddir, kolxoz da aiddir, kollektivləşmə aiddir. Ərzaq vergisi ərzaq sapalağı ilə yox. Yüngül və cavab 1-dən 5-dir. Cavab A bəndidir. Uyğunluq gözlənilmişdir. Azərbaycan SSR-də əsas söz sahibi Müvəqqəti İnqilab Komitəsinə məxsus idi. Xeyr, Kommunist Partiyasına aiddir. Bu formalı idi. Azərbaycan müstəqilliyini güya saxlamaq, görüntüsünü yaratmaq üçün bunu yaratmışlar, icraçı və qanunverici, amma bu yəni formal xarakter daşıyırdı. Əsas söz sahibi Azərbaycan Kommunist Partiyası, orada da rəhbərlik qeyri-Azərbaycanlılara məxsus idi. B baxırıq, şərq memarlığının incilərindən biri olan Bibi-Eybət məscidi partladılmışdı, bəli, Sovet dövründə. 1929-cu ildə Azərbaycanı öyrənən cəmiyyət və Azərbaycan Arxeologiya Komitəsi təşkil olmuşdu. Bu 23-cü il idi. Onun nəzdində elmi tədqiqat enstitüsü yaradılmışdır. D-yə baxırıq, 20-ci əsrin 30-cu illərində Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu yaradılmışdı. Yox, 29-da yaradılıb. 1940-cı ildə Azərbaycanın ilk operası olan Koroğlu Operası dövlət mükafatına layiq görülüb, amma ilk opera Leyli və Məcnun'dur. Ona görə götürə bilməlidir. Məhz doğru cavab B bəndidir. Doğru uyğunlaşdırılmanı müəyyən edin. 77-ci diviziya, 223, 271, 402, 416. Krım, Ukrayna və Litvanın düşməndən azad edilməsi, bəli, bu var idi. 1942-ci ildə yaradılmış və Belqrad diviziyası. Belqrad alıb, amma 41-də yaradılıb, düzgün uyğunlaşdırılmayıb, pozur burada. Ukrayna, Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdir. Bəli, iştirak edib. Yəni 42-cidə yaradılmışdı özdə. Qafqaz uğruna döyüşlərdən Berlinədəki döyüşlərdə iştirak etmişdi. Xeyr, bu 416-ya aiddir. Bu düşə bilməz. 1-3 doğrudur. 2-4 səhvdir. Qələbə bayrağını Brandenburq qapılarına bu diviziyanın döyüşçüləri asmışlar. Bəli, məhz doğru cavab 1-3-5-dir. Cavab A bəndidir.
Azərbaycan Dövlət Kino İdarəsinin yaradılması 26, ilk radio stansiya bu da 26-dır. Azərbaycan Öyrənci Cəmiyyət və Azərbaycan Arxeoloji Komitəsi bu 23-dür. Yeni Türk Əlifbası Komissiyası bu 22-dir. Verilənlərdən hansılar 20-ci əsrin 20-ci illərin birinci yarısına düşür? Məhz 3 ilə 4-də, yəni 23-22-ci illərdə 3 ilə 4. Cavab E bəndi. Xronoloji ardıcıllığı müəyyən edin. Pasport sistemi əsasının qoyulması 32, SSR-nin yaradılması 22, Ali Sovetin yaradılması Azərbaycan SSR-də təbii ki, yəni 37. Azərbaycan SSR-də Latin əlifbasına keçilməsi 29-da verildi, 30-da rəsmən keçildi. Deməli, burada olacaq 2, 4, yəni 24, 13. 24, 13 cavab məhz B bəndidir. Azərbaycanlı partizanlar Mehdi Hüseynzadə, Əhmədiyə Cəbrayılov, Vilayət Hüseynov, Cavad Həkimli, Aliyə Rüstəmbəyova 1957-ci ildə Sovet İttifaqı qəhrəmanlıq almışdır. Bəli, ölümündən sonra Daniel Abdullayev ilə birlikdə Fransa hərbi ordeni alan ilk Azərbaycanlı olmuşdur. Xeyr, Əliağa Şıxlinski, Səməd və Mehmandarov da alıblar. Birinci Dünya müharibəsi illərində Vilayət Hüseynov desəydi ki, məsələn, İkinci Dünya müharibəsi harcı götürmürlər, amma ümumi soruşduğu üçün yəni ilk alan Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovdur. Vilayət Hüseynov İtaliyada Mussolini həbs edən partizanlardan biri olmuşdur. Bəli. Cavad Həkimli İtaliya və Yugoslaviya partizanları ilə birlikdə faşizmə qarşı mübarizə aparmışdır. Bəli. Məsələ komandir boydu. Mavinlərdən səhv etmirəmsə Mehdi Hüseynzadə olmuşdur. İndi ola bilsin biraz diqqətindən yayına bilər. Aliyə Rüstəmbəyova Alfa Şirazi ilə birlikdə Belarusiya və digər ərazilərin partizan hərəkatlarında iştirak. Bəli. Deməli, burada Əhmədiyə Cəbrayilovun qarşısına verən uyğunlaşma səhvdir. Deyir ki, sxemdə verilənlərin içərisi doğru uyğunlaşdırılmamışdır. Yalnız biri cavab C bəndidir. Yəni, yalnız biri. O da Əhmədiyə Cəbrayilova qarşısında olan ifadə. 32. 20-ci yüzilliyin birinci 10 illiyi Bakıda və 20-ci yüzilliyin birinci 10 illiyi Bakıda, 20-ci yüzilliyin 20-ci illərində isə Təbrizdə. İlk xalça fabrikinin açılması Xiyabanı dövründə tikintisi haqqında qərar verilir, amma açılması haqqında bir məlumat yoxdur. Həm də ilk 1912-ci Alman kapitalizasiyasında açılmışdır və xüsusən də ABŞ və Rusiya ixrac edildi məhsullarını, yəni alını götürə bilmərik. Pulsuz qız məktəblərinin fəaliyyətə başlaması bəli 1901-ci ildə Bakıda Hacı Zeynəb Tağıyev, 1920-ci ildə də məhz Qacarlar dövlətinin nadir hadisəsi olan pulsuz qız məktəbinin açılması məhz Təbrizdə Xiyabanı göstərişi ilə cavab məhz B bəndidir. 33-cü sual. 1920-ci ilin may ayında Bakıda, yəni 1-ci Ümumi Azərbaycan Sovetlərinin qurultayında qəbul olunmuşdur. Yeni iqtisadi siyasətə hissə keçirmək o 22-ci ilə aid heç bir əlaqəsi yoxdur. Ərzaq sapalağının ləğvi haqqında dekret 21-də ləğv olunub, yəni aidiyyəti yoxdur, çünki siyasi qərarlar verilib orada. Milliləşdirmə ilə bağlı qərarlar xeyr, o 20-ci ilin iyun aylarında aid dekretlərinə alınmışdır. SSR-in tərkibində könüllü şəkildə qəbul olunmaq 22 dekabra aiddir. Azərbaycan SSR-nin ilk konstitusiyası bəli 21 mayında yaradılmışdır. Doğru cavabdır. Pasport sistemini sanayiləşdirmədən fərqləndirir. Kənd təsərrüfatının inkişaf etməsi xeyr, fərqləndirmir, əksinə məhdudlaşdırdı. Hər ikisi iqtisadi tədbir olması xeyr, iqtisad deyildi, yəni inzibat tədbiri idi. Əhalinin sürətli urbanizasiya şəraitinin daxili miqrasiya prosesində iştirakının zəifləməsi bəli qarşısı alındı. Çünki sənayeləşdirmə kənd təsərrüfatından gələn gəlir sənaye, yəni şəhərdə sənayeyə qoyulduğu üçün şəhərdə sənaye inkişaf edir, iş yerləri açılırdı, kənddə isə kənd təsərrüfatı zəiflərdi. Nəticədə əhali şəhər axın edirdi, amma pasportlaşma ilə bunun qarşısı alınmaz. Doğru cavab C bəndidir. 35-ci sual. 1921-ci ildə imzalanmaları Azərbaycanın sərhəd məsələsi ilə bağlı yeganə beynəlxalq sənəd olmaları Naxçıvanın Azərbaycan tərkibində muxtar ərazi kimi qalmalarını təmin etmələri, Türkiyə, Azərbaycan SSR və Ermənistan SSR arasında imzalanmaları, verilənlərdən hansıları Moskva və Qars müqavilələri üçün oxşarlıq təşkil edir? Deməli, bir edir, sərhədlə bağlı beynəlxalq sənəd olması edir, Naxçıvan bəli edir, amma Moskvada Ermənistan SSR iştirak etməyib. Yəni, orada Türkiyə və Sovet Rusiyası arasında imzalanmışdır. Ona görə də məhz 1, 2, 3 C bəndi cavab.
Deməli, doğru cavab C bəndi oldu. 36-ya baxırıq. AXC Milli Şurasının ilk fəaliyyət dövrünə aiddir. Yəni 27 may və 17 iyunadək. Osmanlı dövləti ilə Batum müqaviləsinin imzalanması deməli imzalanıb 4 iyunda. Qarabağ General Qubernatı 19 yanvardır. Parlamentin fəaliyyəti başlaması 7 dekabrdır. İkinci fəaliyyət dövründə verilmiş qərarın nəticəsi idi. Deməli, dövlət bayrağı haqqında qərar 24 iyunda qırmızıdır, 29 noyabrda 3 rənglidir, yəni düşmür. Muğan Sovet Respublikasının ləğvi 19 avqust yəni bu da düşmür. Cavab A bəndidir. 37. Deyək ki, 1919-cu ilin avqustunda 1-ci Respublika, yəni AXC, 1920-ci il mayında 2-ci Respublika, yəni Azərbaycan SSR üçün oxşarlıq. Aqrar islahatın keçirilməsi AXC bunu etməyib, layihə hazırlasa da, amma partiyalar çəkişmələr səbəbilə həmin vaxt imkan verilmədi. Sovet istilası da bunun ümumiyyətlə qarşısını aldı. Vətəndaşlıq haqqında qərar verilməsi bəli, doğrudur. Xəzər hərbi donanması 19 avqusta düşsə də, amma milliləşdirilməsi, yəni düşmür, yəni tarix uyğunlaşsa, amma uyğunlaşdırması səhvdir. Bütün silki rütbənin ləğv edilməsi, yəni AXC-də belə şey olmayıb. Xarici dövlətlərlə neft müqaviləsi, yəni bu da yəni ikinci Respublikada, yəni birinci Respublikada, yəni biri və ikidə konkret tarix göstərməyib bu ərazilərdə, yəni bu vaxtlarda daha doğrusu. İranın siyasi həyatının demokratikləşdirilməsi uğrunda mübarizə, xaricilərin ağalığına qarşı mübarizənin aparılması, milli ərazi muxtariyyətinin tələb olunması, 20-ci yüzilin ikinci 10 illiyində yatırılması, Çar Rusiyasında baş verən inqilabların təsir göstərməsi. Verilənlərdən hissəsi 1905 və 1917-ci illər inqilabı üçün oxşarlıq təşkil etmir. Deməli, milli ərazi muxtariyyəti tələb etməsi Səttarxanda və yaxud da 1905-11 inqilabında yox idi. Cavab yalnız 3. C bəndi. 39. Həzar Slanov, Səməd bəy Mehmandarovdan fərqli olaraq Almanlara qarşı mübarizə aparmışdı hər ikisi. Biri 1-ci Dünya müharibəsi, biri 2-cidə. Dünya müharibəsində iştirak edib, bəli. Yüksək hərbi ordenlə təltif olunurlar, bəli. Müharibənin gedişində həlak olması Həzar Slanovda fərqlənir, D. Müəyyən hərbi birləşməyə komandir olurlar, bu da doğrudur. Məhz uyğun fərqləndirən, məhz ümumi olmayan fərqləndirən D bəndidir. 40-cı sual. Xəritədə ulduz işarəsi ilə verilmiş ərazi 1919-cu il və 1923-cü il tarixlərinə aiddir. Bu da texniki səhvdir, düzünü sayın. Ümumi cəhət, Sovet hakimiyyətinin qurulması 23-də var idi, amma 19 götürə bilmərik. Onda müstəqil dövlət mövcud idi. Erməni dövlətinin yaradılması yaradılmayıb. Erməni dövlətçiliyi, kollektivləşdirməyə qarşı üsyanın baş verməsi, xeyr, bu tarixdə olmayıb. Sovet dövlətinin idarəçiliyinə verilməsi, xeyr, ermənilərin separatçı iddiaları olması, bəli, doğru cavab məhz Y bəndidir.